Əlbəttə ki, bugünkü gündə Olimpiya oyunlarında çıxış etmək üçün hər bir şərait var. Əvvəl deyək ki, 97, 2000-ci illərdə, 2001, 2002-ci illərdə açılan Milli Olimpiya Komitəsi komplekslərinin sayı 1, 2, 3 idisə, indi artıq 40-dan çox demək olar ki, bölgələrdə və şəhərdə, Bakıda, regionlarda Olimpiya komplekslərinin açılışı o deməkdir ki, bugünkü günün o günkü günə, keçən illərinin gününə çox bir şərait baxımından, həm dəstək baxımından çox bir önəm daşıyır və bilirsiniz ki, hər Olimpiya oyunlarında idmançılarımızın qızıl, gümüş, bürünc medal qazanması ölkənin, yəni dövlətin idmana olan diqqət qayğısı, Milli Olimpiya Komitəsinin hərəkatı, idmançılara olan diqqət qayğısı nəticəsində əldə olunur. Və bugünkü gündə müqayisədə əlbəttə ki, əvvəlki illərlə indiki illərdə çox bir dəyişiklik var. Olimpiya hərəkatında müəyyən işlər aparılır, yəni yarışların keçirilməsi, ölkədə yarışların keçirilməsi. Mən elə xüsus qeyd edirəm ki, ilk dəfə Avropa oyunlarının Bakıda keçirilməsi və Bakıya həvalə olunması idman ölkəsi kimi, idmana olan ölkənin, dövlətin diqqət qayğısı, bütün ölkələr dünyada görürdülər ki, Azərbaycan artıq idman ölkəsi kimi tanınırdı. Ona görə də böyük bir mötəbər yarışları qeyd etdim ki, Avropa oyunlarının, birinci Avropa oyunlarının keçirilməsi və elə qeyd etmək olardı ki, ikinci demək olar ki, Olimpiya oyunları kimi keçirilmişdi və ondan sonra 2017-ci ildə İslam oyunlarının Azərbaycanda keçirilməsi və idmana olan diqqət qayğı ölkədən qıraq və kənarda olan mütəxəssislərin və bugünkü günə baxdıqda görürlər ki, dünya çempionatları artıq Azərbaycanda, dəfələrlə Azərbaycanda başqa-başqa ayrı-ayrı idman növlərindən asılı olmayaraq dünya birincililəri, dünya çempionatları keçir.